Bax, bu günləri bizlər də burada, Polşada yaşayan Azərbaycanlılar olaraq, Polşadakı Azərbaycan diasporası olaraq, düzdür, doğma ana vətəndən nə qədər uzaqda olsa da, amma hər zaman hər birimiz çalışmışıq ki, milli, mənəvi dəyərlərimizi yaşadaq və adət-ənənəmizə sadiq çıxaq. Məhz bu günləri də bu qədər soydaşımızın bir araya toplaşması bizim Polşada birliyimizin, həmrəyliyimizin rəmzidir. Mən bir daha hər birinizi bu gözəl gün münasibəti ilə təbrik edirəm. Sizlərə can sağlığı, uzun ömür, firavanlıq arzu edirəm. Qoy baharın təravəti, Novruzun sevinci evinizdən, ailənizdən əski olmasın. Novruz bayramınız mübarək olsun əzizlərim. Bravo! Mən də təbriklə qoşularaq bir daha sizin Novruz bayramınızı təbrik edirəm. Və onu demək istəyirəm ki, biz artıq Polşada bir neçə dəfə belə yüksək səviyyədə böyük tədbirlər təşkil etmişik. Və bu son olmayacaq, daha yaxşı, daha böyük tədbirlərimiz qabaqda sizi gözləyir. Həqiqətən çox əla keçdi. Siz daxil olmaqla bütün gələn qonaqlara təşəkkür edirəm. Bizi bugün tək qoymadınız, maksimum enerji və sevgi ilə depoladınız. İnsanların səmimiyyəti, istiliyi, bayram havasında bizə qoşulmaları o qədər çox, yəni insanı belə qürurlandırır ki, yəni düşünürsən ki, ölkə xaricindən kənarda bir toplum var sənin canından, qanından və sənə qoşulurlar, səninlə bir yerdədirlər, deyirsiniz, gülürsünüz, bayram qeyd edirsiniz. Bundan ikinci, daha gözəl bir his ala bilməz. Çox sağ olsun gələn hər kəsin bayramını təbrik edirəm. Hər kəsi öpürəm. Mən Qızantıdan gəlirəm. Hal-hazırda Novruz tədbirindəyik və həqiqətən də çox maraqlı keçir deyərdim. Ən azından bir gün belə olsa, öz ölkəmizdə də olmasaq belə o vətən həsrətini necə deyərlər digərmiş olduq. Yəni həqiqətən hal-hazırda çox möhtəşəm bayram qeyd edirik. Çox gözəl milli təamlarımız mı deyim, yoxsa çöldə yanan tonqalımız mı deyim, həqiqətən hətta Azərbaycandan dəvət olunan musiqiçilərimiz mi deyim, hər şey çox möhtəşəm idi. Mən öz adımdan Polşa Azərbaycanlılar Şurasının sədrinə, diaspora Fərid bəyə və onun komandasına 42 Eventsə öz dərin minnətdarlığımı bildirirəm. Hər şeyə görə, bugünə görə çox sağ olun. Mən Varşavaya ilk dəfə gələndə Novruz bayram ərəfəsinə düşürdü və o zaman Novruzu çox tək keçirmişdim və bugün ilk dəfə xaricdə Novruzu bu qədər həmvətənimlə birlikdə keçirdim. Bu həm qürur verici hissdir, həm də əyləncəli bir hissdir eyni zamanda. 3 ildir ki, qürbətdə olan biri olaraq deyə bilərəm ki, bunu, yəni bu il Novruzu evdəki kimi qeyd elədim. Ümumiyyətlə hər şeydən çox razıyam və təşəkkür edirəm təşkilatçılıq edən hər kəsə, əməyi olan hər kəsə minnətdarlıq bildirirəm. Ümid edirəm ki, və bu kimi tədbirlər davam edər.